Mighty Ork kimi tanınan Josh Davidson, Houston şəhərinin ən populyar gənc blues ifaçısı sayılır. O, blues janrını milli sərvət hesab edir. Bu qiyamətdir, bunu bayram etmək lazımdır. O ifaçılığı məşhur blues ustası B.B. King, Muddy Watterson və Houston'da ən məşhur blues ustası kimi tanınan Sam Hopkins'dən öyrənib. Where the blues fall down like rain. There's Lightning Hopkins on Dowling, Albert Collins up on Main. I think the real magic of blues. Mənim fikrimcə blues hamı ilə danışır. Mən bu musiqinin bütün bəşəriyyətin dilində danışdığını düşünürəm. Houston'da digər populyar blues ustası Annika Chamber bu musiqinin insan emosiyasının bəhrəsi olduğunu deyir. Bu sənətdən yüksəkdə dayanır. Blues sənin qəlbinin dərinliklərindən gəlir. Annika Chambers hər çıxışında bu musiqiyə özünün bütün ruhunu verir. Annika əvvəllər Houston'da gospel janrında oxuyardı. Lakin blues janrına Kosovada orduda xidmət edərkən baş vurur. Baxmayaraq ki, vaxtilə blues yalnız qaradərililərin musiqisi olub və o vaxtlar irqi musiqi kimi tanınıb, Chambers deyir ki, bu stereotipin nə qədər dəyişdiyini ifaçılara və dinləyicilərə baxarkən görmək olar. Musiqi universaldır, o hamını bir araya gətirir, istər ağ olsun, istər qara. Mənim çox sayda çıxışlarım olur və mən dinləyicilərimin müxtəlif insanlar olduğunu bilirəm. Annika musiqisində olduğu kimi libasında, saç stilində də dəyişikliklər etməyi sevir. Onlar musiqiçilər, dinləyicilər, radio verilişləri aparıcıları və sahibkarlar daxil olmaqla hamının Houston'da bluzu dəstəklədiyini deyirlər. Hər ikisi həm Annika, həm də Mighty Ork mahnılarını CD-lərə köçürürlər ki, hamı Houston bluzundakı yeniliklərdən agah olsun. Washington'dan Nərminə Cəlal qızı, Amerikanın səsi.